Şagirdlər, bu günlərim çevrə üzrə bərabər sürətli hərəkətdə period, tezlik, bucaq sürəti, dönmə bucağı və xətti sürətlə bağlı sualların, nümunə sualların izahına baxacağıq. Birinci başlayaq sualımızdan, 13-cü sualdan. Deməlidir, çevrə üzrə hərəkətdə radius vektorunun dönmə bucağı zamanla asılı qrafik göstərilmişdir. Bucaq sürətini hesablayın. Bizdən bucaq sürəti soruşduğu üçün bucaq sürətinin düsturu fi bölünsün t'dir. Yəni biz fi'ni 20 götürsək, delta fi'ni, başlanğıc fi'miz olsa 0'dır, zamanı 5 götürəcək. Fi'ni 40 götürsək, zamanı 10 götürəcək. 20 bölünsün 5 və yaxud da 40 bölünsün 10 yaza bilərik. Cavabımız olar 4 radian bölünsün saniyə. Doğru cavabımız D variantı. Növbəti sual. Çevrə üzrə hərəkətdə bucaq sürətinin zamandan asılılıq qrafiki göstərilmişdir. 5 saniyə müddətində radius vektorunun dönmə bucağını hesablayın. Deməli, biz radius vektorunun dönmə bucağı fi'dir. Fi'miz omega t düsturu ilə hesablanır. Əgər axtardığımız kəmiyyət verilən kəmiyyətlərin hasili ilə təyin olunursa, o zaman qrafikin altında qalan fiqurun sahəsi ilə də biz məsələni həll edə bilərik. Onsuz da sabit bucaq sürətidir. Omeganı t'yə vurmaqla da ifadə ala bilərik. 5-ci an edir. Ona görə zamanı 5 götürəcək, bucaq sürətini 4 götürəcək. Fi bərabərdir S fiqur da yaza bilərik. O da 5 vurulsun 4 bərabərdir 20 radiana. Doğru cavabımız E variantı. Növbəti sual. Çevrə üzrə bərabər sürətli hərəkətdə maddi nöqtənin bucaq sürəti 60 radian bölünsün saniyədir. Dövrətmə tezliyini hesablayın. Deməli, bizə bucaq sürətini verib 60 radian bölünsün saniyə və bizdən soruşur tezliyi. Ona görə də mən bucaq sürətinin tezliklə əlaqəli düsturunu yazıram. 2pi. Onda n'imiz bərabər olur omega bölünsün 2pi. 60 bölünsün 2 vurulsun 3. Doğru cavabımız olacaq 10 saniyə üstü mənfi 1. Doğru cavabımız A variantı. Burada diqqət eləmək lazımdır. Bəzən period istəyər, onda 2pi bölünsün t düsturundan istifadə edəcəksiniz. Və yaxud da tezliyi tapandan sonra ola bilsin ki, açıq sual verər, tezlik taparsınız. Tezlik tapandan sonra tezliyin tərs qiymətindən period tapa bilərsiniz. Yəni, vahidə görə dedim bunu. Növbəti sualımız. Çevrə üzrə 6 radian bölünsün saniyə bucaq sürətlə hərəkət edən cisim A nöqtəsindən B nöqtəsinə neçə saniyəyə gələr? Deməli, A nöqtəsindən B nöqtəsinə saat əqrəbi istiqamətində götürsək, cisimin dönmə bucağı 180 dərəcədir. Yəni, bizim fi'miz pi'yə bərabərdir. Bir bu düsturunu hesablaya bilərik. Omega da bərabərdir fi böl t. Mənə t'ni tapmaq lazımdır. Fi böl omega. O da bərabərdir. Fi'miz pi'dir. Omegamız da 6'dır. Yəni 3 bölünsün 6 eləyər 0,5 saniyə. Başqa necə eləyə bilərdik? Mən bilirəm ki, A'dan B'yə cisim çevirənin yarısını gəlib. Yəni bizim zamanımız periodun yarısına bərabərdir. Mən omeganın 2pi bölünsün t düsturundan period taparam. Periodumuz 2pi bölünsün omega olar. Omega. O da bərabərdir. 2 vur 3 böl 6 eləyər 1 saniyə. Zamanımız da periodun yarısı idi. O da eləyər 0,5 saniyə. Həm bu üsulla həll edə bilərsiniz, həm bu üsulla həll edə bilərsiniz. Növbəti sualımız. Çevrə üzrə 30 pi radian bölünsün saniyə bucaq sürəti ilə bərabər sürətlə hərəkət edən cisim 10 dəqiqə müddətində neçə dövr edər? Deməli, bizə bucaq sürətini verib 30 pi radian bölünsün saniyə. Və bizdən dövrlərin sayını istəyir. T bərabərdir 10 dəqiqə verib, 10 dəqiqəni çeviririk 600 saniyə yazırıq. Deməli, mən nə edirəm? Bucaq sürətinin düsturunu yazıram 2pn. Tezliyin düsturu isə bizdən ötürü n böl t'dir. Onda düsturumuz olur 2pi böyük n bölünsün kiçik t. Buradan bizə n lazımdır. Əvvəlcə n'i tapacağıq. Omega vur t bölünsün 2pi. O da bərabərdir. Omegamız 30 pi idi. Vurulsun t'miz 600 saniyədir. Bölünsün 2. Bu da eləyəcək bizdən ötürü 9000 dövr. Doğru cavabımız A variantıdır. Növbəti sualımız. Müşahidə başlanan anda K, L və M nöqtələrində olan cisimlər çevrə üzrə bərabər sürətlə hərəkət edir. Cisimlər göstərilən istiqamətdə hərəkət edərək eyni zamanda A nöqtəsində olur. Dövrətmə tezlikləri arasında hansı münasibət doğrudur? Mən tezliyin
düsturunu n bölünsün t yazacağım. Burada t'miz sabit saxlayacağıq. T'ni sabit saxlayanda onda n'imiz böyüyəndən düz mütənasibət olur. İndi baxırıq. K nöqtəsindən A nöqtəsinə hər addımı n qəbul eləsəm, M də A nöqtəsinə n dövrün sayı ilə gələcək, amma L nöqtəsi 2n-ə gələcək. Ona görə də biz n K üçün yazacağıq n böl t, n M üçün yazacağıq n böl t, amma n L üçün yazacağıq 2n böl t. Artıq biz baxırıq ki, bizim n-elimiz onlardan böyükdür, digərlərindən böyükdür. Yəni nk bərabərdir nm və kiçikdirlər nl. Doğru cavabımız nl-dən kiçik. Deməli, doğru cavabımız olacaq B variantı. Növbəti sual. Saat əqrəbi bir dövr edəndə saniyə əqrəbi neçə dövr edər? Deməli, saat əqrəbi bir dövr edəndə, saatın bir tam dövrə sərf olunan zamana period deyirik. Yəni, bizim zamanımız saatın perioduna bərabərdir. O da bizdən ötürü 12 saatdır. 12 saatı isə biz 720 dəqiqə götürə bilərik. Yəni, bizim zamanımız 720 dəqiqədir. Saniyə əqrəbinin neçə dövr etdiyini təyin edirik. Saniyə əqrəbinin periodu 1 dəqiqədir. Periodun düsturu t böl n-dir. Mənə lazımdır dövrlərin sayını tapmaq. N də bərabərdir, t bölünsün böyük t. O da bərabərdir 720 bölünsün 1, eləyəcək 720 dövr. Doğru cavabımız 720-dir. Növbəti sualımız. Çevrə özə bərabər sürətli hərəkətdə cisim tez zaman ərzində n dövr edərsə, bucaq sürəti hansı ifadəyə təyin olunur? Mən bucaq sürətin düsturunu 2pi kiçik n yazaram. Kiçik n-in də yerinə böyük n bölünsün kiçik t yazarıq. Onda omega bucaq sürətinin düsturu olur 2pi böyük n bölünsün kiçik t. Doğru cavabımız E variantıdır. Növbəti sualımız. Maddi nöqtə 2 metr böl saniyə sürətlə çevrə özü hərəkət edir. Onun dövr etmə periyodu 6 saniyə olarsa çevrənin radiusunu hesablayın. Xətti sürətin, bax bizə verib xətti sürətin qiymətini 2 metr bölünsün saniyə və bizə periyodu verib 6 saniyə. Və bizdən soruşur radius. Onda mən xətti sürətin hansı düsturundan istifadə edərəm? 2 pi bölünsün t düsturundan istifadə edərəm. Onda radiusumuz bərabər olar v vur t bölünsün 2 pi. O da 2 vur 6 bölünsün 2 vur 3. Doğru cavabımız eləyər 2 metr. A variantı. Növbəti sualımız. Radius 30 cm olan çevrə özə bərabər sürətlə hərəkət edən maddi nöqtənin bucaq sürəti 4 radian bölü saniyədir. Onun xətti sürətini hesablayın. Baxın, radiusumuz 30 cm-dir. Yəni, buna 0,3 metr deyəcəm. Və bizim bucaq sürətimiz omega bərabərdir 4 radian bölünsün saniyədir. Bizdən soruşur xətti sürət. Deməli, xətti sürətlə bucaq sürət arasında əlaqə düsturumuz omega r idi. O da bərabərdir 0,3 vurulsun 4. Eləyəcək 1,2 metr bölünsün saniyə. Doğru cavabımız D variantıdır. Növbəti sualımız. Maddi nöqtə verilmiş radiuslu, bax verilmiş radiuslu sözünü gördünüzsə, avtomatik bilin ki, radius sabitdir. Yəni, mən elə düsturu yazacağım ki, orada mütləq radius olsun. Cismin sürətinin dövr etmə periyodundan asılılıq qrafiki hansıdır? İndi xətti sürətin period və radiusla əlaqəli düsturu 2 pi bölünsün t. T məxrəcdədir. Demək ki, bizim xətti sürətimizin perioddan asılılıq qrafiki olacaq tərs mütənasiblik. Doğru cavabımız E variantıdır. Növbəti sualımız. Eyni radiusu çevrələr üzrə bərabər sürətlə hərəkət edən iki maddi nöqtənin dövr etmə tezliklərinin nisbəti n1 bölünsün n2 3-dür. Nöqtələrin eyni zaman müddətində getdikləri yollar arasında hansı münasibət doğrudur? Bax, mən xətti sürətin düsturunu yazacağım. 2 pi rn. Eyni anda xətti sürətin düsturunu L böl t-də yaza bilərəm. Zaman sabit, radius sabit. Eyni radiusu deyir və eyni zamanda deyir. Onda bizim L-in düsturuna baxası olsaq, L-imiz olacaq 2 pi rn t. Yəni, bizim L-imiz getdiyimiz yol tezliklə düz mütənasibət olacaq. Yəni, n1 böl n2 bərabər olacaq elə L1 böl L2-yə. n1 böl n2 3-dür. Demək ki, L1 böl L2 də 3-dür. Onda L1-imiz 3 L2-yə bərabərdir. Doğru cavabımız D variantıdır. Növbəti sualımız. Çevrə özə hərəkət edən maddi nöqtənin xətti sürətinin
Dövrətmə tezliyindən asıllıq qrafiki verilmişdir. Çevrənin radiusu hansı ifadə ilə təyin olunur? Bax, sürətin tezlikdən asıllıq qrafiki verilib. Mən əvvəlcə düsturu yazacağım. Düsturumuz 2πr-dir. Çünki məndən radius istəyir, tezlik verib, sürət verib, o düstur budur. Əvvəlcə mən radiusu tapacağım. Radiusumuzun düsturu olacaq v bölünsün 2πn. İndi mən bu düsturu belə yaza bilərəm. 1/2π vurulsun v bölü n. İndi gəlirəm buradakı düzbucaq, düşbucağa. Qarşıdakı katet v-dir, bitişik katet n-dir. Qarşıdakı katetin bitişik katetə nisbəti tangens alfanı verir. Yəni, bizdən ötürü v bölü n ifadəsi tangens alfadır. Onda düsturumuz bu şəkildə düşür. Tangens alfa bölünsün 2π. Doğru cavabımız A variantıdır. Növbəti sual. Çevrə üzrə bərabər sürətli hərəkətdə sürət 12 metr/saniyə olan maddi nöqtə 4 dəqiqəyə 4800 dövr edir. Çevrənin radiusunu hesablayın. Deməli, xətti sürətimiz 12 metr/saniyədir. Zamanımız 4 dəqiqədir. Əvvəlcə 4 dəqiqəni çeviririk, olur 240 saniyə. 60-a vurduq. Və dövrlərin sayını da verib 4800. İndi bizdən soruşur çevrənin radiusu R bərabərdir sual. Mən xətti sürətin bu düsturundan istifadə edərəm. 2πr-n. N-in də yerinə böyük M bölünsün T yazaram. Çünki mənə bunlar verir. Əvvəlcə kənarda hesablayıb sonra burada da tapa bilərik. Amma birbaşa düsturda yerinə də yaza bilərik. 2πr böyük M bölünsün kiçik T. İndi mənə lazımdır radius tapmaq. R də bərabərdir. V-ni vurarıq T-yə. Bölərik 2πn. Məsələn, bərabərdir. 12 vurulsun 240 bölünsün 2 vur 3 vur 480. Bu ixtisar olunar, burada qalar 2. Bunlar da gedər elə 12 ilə, olar cavabımız 1 metr. Doğru cavabımız 1 metrdir. Burada cavab səhv idi bildiyim qədərilə, doğru cavabımız 1 metr olacaq. Yəni, biz hesablamada heç bir səhv. Burada daha doğrusu səhv eləmişik. 0 yazmamışam. 4800'ün yanında 0 yazmamışam. Onda doğru cevabımız 0,1'dir. Doğru cevap A variantıdır. 4800'dü. Mən 480 yazmışdım bura. Ona göre cevabı səhv almışdım. Amma topluların birində keçənki testdə bu 480 verilmişdi. Cevabı ilə 0,1 vermişdilər. Ona göre mən də ağlım getdi ora. Tamam, keçdik növbəti suala. Deyir ki, sürüşməsiz deyirlənən diskin mərkəzinin o yerə nəzərən sürəti 2 metr/saniyədir. Verilmiş anda M nöqtəsinin yerə nəzərən sürətinin modulunu hesablayın. Deməli, bu məsələdə şagirdlər sürüşməsiz deyirsə, artıq bizim fırlanma oxumuz bu olur. O nöqtəsinin radiusu R-dir. Ona görə M nöqtəsinin də radiusunu R götürəsi olsaq, onda o nöqtəsinin sürəti 2-dirsə, M nöqtəsinin sürəti 2-dir. Amma bizim M nöqtəmiz həm yuxarı hərəkət edir, həm də sağa hərəkət edir. Çünki M nöqtəsi müəyyən müddətdən sonra bura gələcək. Həm sağ sürəti var, həm yuxarı sürəti var. Onda yerə nəzərən sürət artıq bunlar necə yerləşdi? Perpendikulyar. Bu da 2-dir, bu da 2-dir. Biz V qəbul edək, sonra qiyməti yerinə yazarıq. Onda bizim elə bir ki, M nöqtəsinin yerə nəzərən yekun sürəti budur. Onda bizim sürətimiz V bərabərdir, Vm bərabərdir. Kök altında V kvadrat üstəgəl V kvadrat olacaq. O da kök altında 2'nin kvadratı üstəgəl 2'nin kvadratı. Kök altında 8, buradan da kök çıxır. 2 kök altında 2 qalır. Doğru cavabımız B variantıdır. Təkrar deyirəm, bizim M nöqtəsi həm sağa, həm də yuxarı hərəkət edir. Ona görə də M nöqtəsinin hərəkət sürəti, yerə nəzərən hərəkət sürəti bu iki sürətə nəzərən hesablanır. Onlar da perpendikular olduğuna görə kök altına 2 kök altına 2 metr/saniyəyə bərabərdir. Növbəti sualımız, maddi nöqtənin radiusu 10 sm, 0,1 metr yazıram. Çevrə üzrə hərəkəti zaman getdiyi yolun zamandan asılılığı S bərabərdir 12'dir. Çevrə üzrə hərəkət bərabər sürətli hərəkət olduğuna görə S-imiz V vur T-dir. Demək ki, bizim xətti sürətimizin qiyməti neçə imiş? 12 metr/saniyə imiş. Onun dövrətmə tezliyini hesablayın. İndi artıq biz xətti sürətin 2πr-n düsturundan istifadə eləyərik. Tezliyi istəyir bizdən. N də bərabərdir. V bölünsün 2πr. O da bərabərdir. 12 bölünsün 2 vur 3 vur. R-imiz də 0,1'dir. O da bərabərdir. Eləyəcək bizdən ötürü. Məndə 2,20.
20 saniyə üstü mənfi 1. Növbəti sualımız, radiusu 6 metr olan çeviri üzrə bərabər sürətlə hərəkət edən cisim A nöqtəsindən B nöqtəsinə 2 saniyə müddətində çatarsa, onun xətti sürətini hesablayın. İndi burada bizim dönmə bucağımız fi bərabərdə 60 dərəcədir. Bunun radian qiyməti bizdən ötürü eləyəcək pi bölü 3. İndi mən bucaq sürəti, xətti sürət istəyirəm. Xətti sürətimiz V bərabərdir. Omega R-dir. Omeganın yerinə fi bölü T yazaram. Onda olur fi R bölünsün T. Bərabərdir. Başqa variantını deyəcəm sizə. Bərabərdir. Fi'miz pi bölü 3'dür. Vurulsun radiusumuz 6 metrdir. R bərabərdə 6 metr verib. Bölülsün T'miz də 2 saniyədir. Vəssalam. Pi'ni 3 götürsək bu 1 eləyəcək. 6 bölünsün 2 eləyəcək. 3 metr bölünsün saniyə. Bu bir üsulumuz. İkinci üsulumuz nədir? 60 dərəcə, yəni 60 dərəcə 360'ın altdan biridir. Yəni bizim zamanımız periyodun altdan biridir. Onda bizim periyodumuz 6T'yə bərabərdir. Yəni 6 vurulsun 2, 12 saniyədir. Periyodu 12 saniyə tapandan sonra xətti sürəti belə hesablaya bilərsiniz. 2 pi r bölünsün T. O da bərabərdir. 2 vur 3 vur 6 bölünsün 12. O da eləyəcək yenə də 3 metr bölünsün saniyə. Bu şəkildə də yaza bilərik məsələnin həllini. Bu şəkildə də yaza bilərsiniz. Hansı sizə rahatsa ondan istifadə edərək məsələmizi yaza bilərik. Bu qədər şagirdlər, kanalımıza abunə olmağı unutmayın. Bəyənin, paylaşın ki, digər abituriyentlər də istifadə edə bilsin. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.